Dostlar salam, hər vaxtınız xeyir. Qarşınızda bir İnsan Akademidən Fuad müəllimdir. Bugün qarşımızda sadə bir test var. Amma sadə olmasına baxmayaraq əksər şagirdin səhv yazdığı bir test olduğu üçün buna bağlı xüsusi bir video çəkmək qərarına gəldik. Deməli dostlar, bu testə baxanda yəni ilk öncə şagirdlərin çoxu burada C variantını götürür. Niyə? Çünki düşünür ki, nöqtədən sonraki job sözü sayılan təkdir. Sayılan təkdirsə qarşısında EN artiklini verməliyik. Bəli, bu məntiq doğru məntiqdir. Amma bəzi digər detalları bilməliyik. Niyə? Çünki burada baxın aşağıda qeyd eləmişəm some, eni və no. Bu 3 dənə əvəzlik özündən sonra heç bir artikl qəbul eləmir. Baxın üstünə xətt çəkdim. Yəni bunlardan sonra heç bir artikl gələ bilməz. Və burada da nöqtədən qabaq no inkar əvəzliyi olduğuna görə bundan sonra Z artikli olan A variantı, C variantı N artikli olan C variantı, Y variantı Z artikli. Bunu da çıxırıq. Cavab burada qaldı bir. B, bir də D variantı. Və bunu da yadda saxlayaq dostlar. Others'dan sonra isim gələ bilməz. Ona görə bunun üstünə xətt çəkirik. Niyə? Çünki nöqtədən sonra job sözü var. Bu iş deməkdir, isimdir. Others'dan sonra isim gəlmədiyinə görə D variantına silirik. Cavab qaldı B variantı.